Yerləşdiyimiz bu hazırki yer Kufə məscidi. İmam Əli əleyhissalamın xilafəti dönəmində burada Dəkkətül Qəza, indi gedilətli Həzrəti İbrahim əleyhissalamın, Həzrəti Nuh əleyhissalamın, Həzrəti Musa, İmam Zaman əleyhissalamın məqamları var. Burada onların müqəddəs qədəmləri, izləri var. Zamanında, vaxtında onlar bu ərazidə gəziblər və İmam Əli əleyhissalamın zərbətləndiyi yer və hal-hazırda olduğumuz yerdə 3 müqəddəs və mübarək insanın məzarı var, qəbri şərifi var. Bu gördüyümüz qüvvə Ürvə İbni Hani, Ürvənin qəbri. Ürvə İbni Hani o şəxsdir ki, o yol gələndə Hacı qardaşım qeyd elədi. Müslim İbni Əqilin, İmam Hüseyin əleyhissalamın əmisi oğlu ilk imamın tərəfindən bura səfir kimi, nümayəndə kimi bunlar dəvət eləmişdilər. Amma verdikləri sözə əhdi tutmayaraq qarşımızda gördüyümüz Müslim İbni Əqilin qəbridir və onun yanındasa Muxtar-ı Səqəfinin 3 müqəddəs və mübarək şəxsin Allah peyğəmbərləri, Allah dostları dualar ediblər, ziyarətlər ediblər və biz də o ənənəyə sadiq olaraq gəlmişik həm onları yad etməyə və həm də bu torpaqlarda Allah peyğəmbərlərinin və məsum imamlarımızın qədəmləri, izləri var.